Bakının qədim məhəllələrindən olan Sovetski ərazisinin sökülməsi son günlər medianın gündəmini zəbt edən xəbərlərdəndir. Sovetski cəmaəti sökülmə prosesinin aparılacağından xəbərdardılar və bu xəbər onları çox narahat edir. Məlumata görə Bakı şəhər icra hakimiyyətindən sakinlərə evlərin hər kvadrat metrinə görə əhaliyə 1500 manat məbləğin veriləcəyini deyiblər. Əhali isə verilən məbləğə razı olmadıqlarını və onları təmin etmədiklərini deyiblər. Adilə xanım. Və soyadınız? Məhərrəmova. Evinizin kvadratı neçədir? Bizdə 56-dır. 56 kvadrat. Yəni tək yaşayırsınız yoxsa? Yox, uşaq 3 aylıyıq. 3 ailəsiz. Yəni azdır da. Nə qədər versələr qane eləyər sizi kvadratına? Hətta 3000-dən verirsinlər, yoxdur. 3000-dən verirsin, mən razıyam vallahi. Çıxmıram. Buna az belə yanlışlar mintiqə deyir ki, çıxdırır. Mən bir də söz demək istəyirəm. Bu təkrar qonşuda gəlir. Bundan sonra nə edəcəksiniz? Günlük cəmaət necə məndə? Prezidentin sözü ilə şikayət eləmişsinizmi yuxarıya? Adınızı, familiyanızı deyərsiniz. Danışıblarmı sizlə nəsə bir heç olmasa alternativ variant təklif eləyiblərmi yəni sizlə dayı? Heç bir sözümüz gəlib ölçüb gedirlər. Fevralın 18-də isə dövlət rəsmiləri ilə Sovetski sakinləri arasında görüş keçirilib. Sovetski sakinləri tələblərindən ibarət 9 bəndli müraciət ünvanlayıblar. Həmin müraciətdə sökülən evlərin hər kvadrat metri üçün 1500-4000 manat məbləğində kompensasiyanın ödənilməsi, çoxailəli ünvanlara fərdi yaşayış olaraq daha da üstün məbləğdə kompensasiya verilməsi, dövlətin təməli olan ailələrə xüsusi dövlət qayğısının olması, evlərin ölçülməsi zamanı onun divarları ilə birlikdə tutduğu faktiki sahənin hesablanması, mənzilin təmir vəziyyətinin, yerləşdiyi ərazinin nəzərə alınması və kompensasiyaya əlavə məbləğ kimi daxil edilməsi, evlərin yalnız pul kompensasiyalarının ödənilməsi və razılaşdırılmış vaxtda boşaldılmasından sonra sökülməsi tələb olunub. Mən vallahi nə mitingə gelmişəm, nə də dünənki iclasa gelmişəm. Ancaq internetdən bilirəm ki, nə var, nə yox. Hökumət sökmək istəyir, əcəb edir. Sökür, qoy söksün. Abadlıq işləri aparır, biz dəstəkləyirik prezidentimizi, görürük nələr eləyir bizi üçün. O ki, qaldı ki, o kompensasiya məsələsinə, o pullar indiki bazarda heç nə almaq olmaz. Məndən başqa vərəsələr var axı. Atamdan qalıb, babamdan qalıb. Bizdə 5 qardaş, bir bacıyıq, bir də anamdır. Gerək özümüz üçün bir ev alaq. Əldə etdiyimiz dövlətçiliyimizin gerək keşiyində duraq. Ancaq Quran-ı Şərifdə də yazılıb. Anayasağımız, konstitusiyada yazılıb ki, mülkiyyət hüquqları ilə insanları imtihana çəkmək olmaz. Məlumata görə Nəriman Nərimanov heykəlinin yaxınlığında artıq kompensasiya almış bir qrup əhali evlərini tərk edib. Həmin ərazinin yaxınlığında yaşayan sakinlər hal-hazırda söküntünün getdiyi ərazidən köçürülən sakinlərə 1500 manat kompensasiyanın verildiyini bildirirlər. Qeyd edək ki, Bakının Sovetski adlanan ərazisində yaşayan sakinlərin böyük əksəriyyəti hər kvadrata 1500 manat kompensasiya verilməsinin əleyhinədir. Veriləcək kompensasiya etiraz olaraq ilk böyük kütləvi etiraz aksiyası isə fevralın 16-sında keçirilib.